Salamlar, xoş gördük sizləri. Sloganımız Be Positive. Bugün bizim qonağımız Fəriddir, qida mühəndisi. Xoş gördük Fərid. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyin üçün. Bizim cəmiyyətdə belə bir söz var. 3 günlük dünyadır, ye, iç, kef elə, qalanı düzələcək. Mən də bir ara bu sözü istifadə edirdim. Deyirdim ki, tələbəçilik vaxtında. Amma zaman artıq son 7-10 ildə artıq başladım ki, sağlam düşüncə lazımdırsa bizə sağlam qida lazımdır. Yəni sağlam qidadan sonra bizdə artıq sağlam düşüncə yaranır. Bəzən insanlar bunu deyir ki, yox, bu bizim həyatımızla əlaqəlidir və yaxud problemlərlə əlaqəlidir, amma əslində hər şey qidadan başlayır. Mən istəyərdim ki, sən bizə təməldən bunu deyəsən. Yəni uşaq vaxtından qida ilə bağlı ki, insanlar nələrə diqqət etməlidir və yaxud gündəlik istifadə etdiyimiz qidalarda biz nələrə diqqət etməliyik? Çok güzel sualdır. Ümumiyyətlə, gəlin ilk növbədə təklif edirəm ki, bir baxaq görək ümumiyyətlə sağlam qidalanma nədir, sağlam qida nədir? Biz yəqin ki, hal-hazırda fikir verirsiniz, sosial şəbəkələrdə də sağlam qidalanma və sağlam qida haqqında geniş məlumatlar var. Ümumiyyətlə, bu məlumatlar həm doğru məlumatlar çoxdur, həm yanlış məlumatlar çoxdur. Ona görə də təklif edirəm ki, ilk növbədə gəlin bu məlumatlara aydınlaşdıraq. Ümumiyyətlə, sağlam qida nədir? Sağlam qidalanmaya biz hardan başlamalıyıq? Sağlam qida torpaq üzərində təmiz şəraitdə, günəş işığı ilə, su ilə böyüyən bir qidadır. O qida ki, bizim həqiqətən də günəşin işığı ilə, həqiqətən də havada, günəşin istiliyi ilə və su ilə böyüyür və bizim masamıza, stolumuza qədər gəlib çatır. Amma təəssüf olsun ki, indi biraz daha fərqlidir, vəziyyət daha fərqlidir. Ona görə ki, dünyada insanların sayı getdikcə artır və bunun qarşılığında da qida çatışmamazlığı əmələ gəlir və əksər müəssisələr də sırf bu qida çatışmamazlığının üzərində qurulur. Daha insanlara qidanı daha düzgün təqdim etmək üçün və süfrəyə o qidanı gətirib çıxartmaq üçün geniş artıq istehsalatla məşğul olurlar. Yəni müəssisələrin sayı durmadan artır. Və əlbəttə ki, burada artıq fərqli yanaşmalar var. Yəni insanlar bəziləri süni qidalara, paket qidalara üstünlük verir, bəziləri isə təbii və daha düzgün və sağlam qidalanmanı üstünlük təşkil edir. Amma gəlin buna baxaq ki, ümumiyyətlə sağlam qidalanma deyəndə biz nəyi nəzərdə tutmalıyıq? Sağlam qidalanma bizim boşqabımızdan başlayır. Əvvəllər bunu müxtəlif sosial şəbəkələrdə healthy plate olaraq göstərirdilər və healthy plate-dən fərqli demək faizlərlə insanlara təqdim edirdilər. Amma araşdırmalar göstərdi ki, məsələn, Amerikan standart diet, yəni Amerikan diyeti deyilən bir standart var. Onlarda isə demək fərqli formatda, fərqli faizlərdə insanlara təqdim etdilər. Ola bilər, indi bizi dinləyənlər üçün, izləyənlər üçün biraz bu məsələlər qarşı ola bilər. Amma mən çalışacağım ki, maksimum sadə dildə bunu izah edeyim. Sağlam boşqab deyəndə biz nəyi nəzərdə tuturuq? Ümumiyyətlə, insan orqanizmi nutriyentlərdən, qida nutriyentlərindən təşkil olunur. Bu qida nutriyentləri isə iki yerə bölünür. Demək, iki yerə bölünür. Makronutriyentlər və mikronutriyentlər. Makronutriyentlər karbohidratlar, yağlar, zülallar. Mikronutriyentlər isə vitamin və minerallardan ibarətdir. Bizə əsas gündəlik enerjimizi təmin və təyin edənlər makronutriyentlərdir. Yəni yağlar, sulallar və karbohidratlar. Yəni biz gündəlik enerjimizi, gündəlik hərəkətimizdən tutmuş, düşüncə və s. sırf biz makronutriyentlərdən alırıq. Mikronutriyentlər isə, yəni vitaminlər və minerallar isə sırf demək makronutriyentlərin prosesin davamlı olmağında, prosesin inkişafında birbaşa təsir edir. Onlar özləri sərf olunmur, amma prosesə birbaşa təsir edən mikronutriyentlərdir.
bizim boşqabımız, sağlam boşqabımız olmalıdır. Sırf bu makronutriyentlərdən ibarət. Yəni yağlardan, zülallardan və karbohidratlardan. Əlbəttə, sual ola bilər ki, yaxşı biz bizim bu boşqabımız var, amma biz bunu hansı formada doldurmalıyıq? Bəli. Standart Amerikan diet deyir ki, sizin boşqabınız olmalıdır 55% demək karbohidratlardan. Amma 30% olmalıdır demək yağlardan, 15% olmalıdır zülallardan. Amma biz bu faizə baxanda fikir veririk ki, burada makro nutriyentlərdən olan xüsusən də karbohidratların faizi çoxdur. Bu hər kəs üçünmü eynidir? Əlbəttə ki, yox. Məsələn, insanlar var ki, gündəlik ofis şəraitində, yəni gündəlik oturan vəziyyətdədir, hərəkətsizdir, fiziki aktiv deyil. Onlar üçün bu boşqabın 55% karbohidrat yüklü olmağı əlbəttə ki, çoxdur. Bəs bunu biz necə tənzimləməliyik? Ümumiyyətlə, bu necə tənzimləməlidir? Hər bir insanın gündəlik fiziki aktivliyi, əlbəttə ki, hərəkətliliyi, adamlar var ki, məsələn, hər gün idman zalında məşğuldur. Və ofis işçisi var, bütün günü ofis stol arxasında və kompüter arxasında oturur. Əlbəttə ki, bu stol arxasında oturan insanın karbohidrat yükü daha az olmalıdır. Nəinki gündəlik fiziki aktiv olan, hərəkət edən və ya profesional şəkildə idmanla məşğul olan, ümumiyyətlə onların boşqabı faizləri tamam fərqlidir. Biz çalışmalıyıq ki, xüsusən də ofis demək masasında əyləşənlər karbohidratları minimum etsinlər. Çünki karbohidrat bizlərə nə qədər güc, enerji versə də, hərəkətsizlik qarşılığında bizə daha çox, müəyyən bir müddətdən sonra daha çox bizdə demək, yağ əmələ gətirir, narahatçılıq yaradır. Ona görə də biz çalışmalıyıq ki, daha çox yağ və zülalar faizinə üstünlük verək. Mən buna loru dilindən izah edeyim. Bizim bildiyimiz dillə. Çünki biz qida mühəndisi deyilik. Bir növ bizim əlimizdə nə qədər güc varsa, tutalım mənə 5 kiloqramlıq düyü veriblərsə, mən də 5 kiloqram düyü tutalım yeməliyim 2 ayı. Və yaxud bunu belə deyim ki, məsələn, bu bizim cəmiyyətdə daha çox baş verir. Bu enerji içkiləri içən şəxslər. Məsələn, ofis şəraitindən əlavə insan passiv həyat keçirir. Fiziki aktivliyi yoxdur. Bu fiziki aktivliyi yoxdursa, artıq o qəbul etdiyi enerji oturaqdır və o onu mənfiyə çevirir. Düz bəzən nə qədər ki cəmiyyətdə düz enerji içkiləri deyil, ona şirin içkilər deyirlər çoxsuna. Bəziləri həqiqətən enerji içkisidir. Amma həqiqətən də onu idmanla, yəni məşğul olursa bu adam enerjisini qəbul edə bilər. Və əsas qida məsələsinə gələk. Mən bu əvvəlki podkastda da qeyd etdim. Bizdə indi əfsuslar olsun ki, fitness müəllimi üçün fəaliyyət göstərən şəxslərin bəziləri, hətta deyərdim 50%-dən çoxu, bəzisi deməyək, insanları belə yükləyirlər. Bu yeməkləri yeməlisən, bu idmanı etməlisən. Və bu daha çox tanınmış şəxslərdə baş verir, hər kəsin tanıdığı şəxslərdə. Bir aydan sonra həmin şəxs idmanı buraxır. Niyə? Çünki onun bədəni qəbul etmir. Məsələn, mən uşaqdan karate, judo ilə məşğul olmuşam və davamlı olaraq evdə jimdir, turnirdir, qaçışdır, bunu davamlı etmişəm. İndi məsəl üçün son keçən il səhvimizi futbola gedəndə Qarabağın oyununa qrup yoldaşlarımla qaçmağa başladı. Deyir ki, gecikirik, gedək futbola çataq. Onlar məsəl üçün biraz qarın falan var. Görürəm ki, biraz gec çatmağa çalışır. Yəni biraz qaçdılar dayandı, amma mən qaça bilirəm. Bu artıq o deməkdir ki, hər bir insanın enerji balansı var. Hər bir insanın yeyib və doyması var. Məsələn, bu dində də var ki, Məhəmməd Peyğəmbər səlləm deyir ki, insanlar yeməyi, qidanı, havanı 3 yerə bölməlidir. 30% qida, 30% hava, 30% su olmalı. Və əlbəttə biz normalda bizim cəmiyyətdə sorğu aparsaq ki, mədəmiz nə boydur? Deyəcək ki, belə üzrdən qarnımız boydur, böyük bir şeydir. Amma əslində mədəmiz kiçikdir. Və biz bunu nəzərə almalıyıq. Müəyyən qədər yeməliyik, müəyyən qədər su, müəyyən qədər hava olmalı. Amma bizdə insanlar bunu 3 günlük dünyadır, yeyəcək kef edirlər. Amma bizim əslində bunu daha çox görürəm. Mənə də bir ara olmuşdu. Çərəzlər, məsələn, çərəz yeyirəm də, mən kökənim, amma çərəzləri də var. Məsələn, bu rejim olaraq necə təyin etmək olar? Məsələn, səhər yeməyidir, günorta yeməyidir, axşam yeməyidir. Çünki mən fikir verdiyim qədər hərə özü üçün bir cədvəl təyin edir. Məsələn, mən daha çox hər bir rejim strukturu ilə səhər 8-9, günorta 12-1 və axşam 5-6. Yəni ondan sonra artıq yemək yemirəm. Və son zamanlarda kofeni artıq
nahar fasiləsinə kimi 2-3-ə qədər. Bu çox nadir haldır. Yəni bunu tendensiya kimi, trend kimi hər gün içim. Xeyr, bəzən yorğun olanda, az yatanda bəzən mənə lazım olur. Çox Evet. azaltmışam. Yəni hər şey artıq belə filtrdən keçirdim. Belə bir şey var, yəni bir proqram var ki, insanlar yəni hansı vaxtlarda yemək yeməlidir. Qidaya çox xüsusi bir proqram yoxdur. Bunlar, bu məsələlər hər biri individual məsələlərdir, fərdi məsələlərdir. Mən həmişə seminarlarda da vurğulayıram bunu ki, məsələn, çoxdur belə nümunələr. Əksər nümunələr, məsələn, görürsünüz ki, elə qida ilə bağlıdır. İnsan ilk növbədə özünü tanımalıdır, öz orqanizmini tanımalıdır, öz orqanizminə tanış olmalıdır. Öz orqanizminə tanış olmaq nə deməkdir? Məsələn, müraciət olub seminarlarda söhbət eləmişik, sonra həkimə müraciət ediblər, görürsən ki, doğrudan da bu birbaşa qida ilə bağlı olan bir şeydir. Adam gəlir, deyir ki, bəs mən uzun müddətdir qidalanıram, normal, sağlam, hər şey qaydasındadır, meyvəni də yeyirəm, hər şey qaydasındadır. Sadəcə olaraq axır vaxtlar orqanizmdə, bədənimdə bəzi nahiyələrdə səpirəm, səpmələr var və s. Bəs həkimə müraciət eləmişəm və fərqli analizlərə göndəriblər, küllü miqdarda adam pul xərcləyir. Amma nəticə nə olub? Nəticədə məlum olub ki, bu insanın sitrus meyvələrinə qarşı allergiyası var. Və o uzun müddətdir bu sitrus meyvələrinə mütəmadi istifadə edir və mütəmadi istifadə nəticəsində məsələn bir portağal qəbul edir və müəyyən bir müddətdən sonra qolu, üzü və müəyyən nahiyələri səpir. İlk növbədə biz öz orqanizmimizi tanımalıyıq. Bizim qidaya olan, orqanizmimizin qidaya olan reaksiyasını tanımalıyıq. Ümumiyyətlə, bizə hansı qidalar bizə müsbət təsir edir? Biz hansı qidaları yesək, özümüzü daha enerjili hiss edə bilərik. Hansı qidalar bizi xoşbəxt edə bilər? Hansı qidalarla biz doğrudan da gündəlik qida rasionunuza daxil etsək, gündəlik özümüzü həm əhval-ruhiyyəmizə təsir edir. Düzdür, bunlar hər biri hormonlarla bağlıdır. Orqanizmimiz kimyəvi reaksiyalardan ibarətdir. Biraz gülməli səslənsə də bu həqiqətən də belədir. Biz hər hansı bir qidanı ağzımıza atırıq və müəyyən bir müddətdən sonra artıq o qana sovrulur, orqanizmimizə gedir və orqanizmdə kimyəvi reaksiyalar baş verir. Yəni bizim gündəlik gülməyimiz, birdən-birə qışqırmağımız, ağlamağımız, bunlar hamısı birbaşa qida ilə bağlı olan şeylərdir. Sözü kəsəm, bizim bu yaşlı nəsildə də deyirəm, bu 700 yeməklər, hər şey yeməkdən. Bu həqiqətən də belədir. Çünki orqanizmimizi idarə edən bizim hormonlarımızdır. Yəni nə qədər də burada bizdə bu beyin desək ki, beyin düzdür bizi əsas qərarları verir. Beyin bizim düşünən orqanımızdır. Beyinsiz, yəni insan ola bilməz. Yəni beyin mütləq vacibdir, vacib orqandır. Amma əlbəttə ki, biz düzgün qərarlar vermək üçün də düzgün qidalanmalıyıq. Yəni gərək düşüncənin sağlam olmağı üçün də düzgün qidalanmaq lazım. Sağlam qidalanmaq. Tamamilə razıyam. Bayaq sual verirsiniz ki, hardan ümumiyyətlə başlamalıyıq, nə etməliyik? Problem hardan başlayır? Biz qadınlar üçün və xanımlar üçün və kişilər üçün günəlik təyin olunan kilokalorilər var. Kişilər üçün 2500-3000 kalori nəzərdə tutulur, xanımlar üçün isə 2000-2500 kalori nəzərdə tutulur. Problem harada başlayır? Problem orada başlayır ki, biz gündəlik demək, enerjimizi təmin və təyin etmək üçün qidanı qəbul edirik. Bu hər şey qaydasındadır burada. Problem orada başlayır ki, biz bu qəbul etdiyimiz kalorini yandırmaq istəmirik və yandırmırıq. Enerji sərf olunmur və problem də burada başlayır. Yəni enerji sərf olunmur, hərəkətsizlik, fiziki aktivliyin aşağı olması və s. Bu getdikcə artıq piylənmə, digər orqanlarında problem və s. ortalığa çıxır. Biz nə etməliyik? Biz qida, kalori qəbul etdik, amma müəyyən bir miqdar gündəlik kaloridən yandırmalıyıq ki, bizdə əlavə çəki problemləri də, əlavə piylənmə problemi də əmələ gəlməsin. Düzdür, piylənmənin də müəyyən dərəcələri var. O piylənmə dərəcələrinə qədər yəni gəlib çatmaq düzdür, tövsiyə olunmur. Çünki artıq o, belə deyim, bir patoloji bir haldır. Patoloji hal, yəni artıq bir xəstəliyin növüdür. Yəni bizdə piylənməyə sadə bir şey kimi baxırlar. Filan kəsin çəkisi çoxdur,
boyu 1.70'dir, Hı. çəkisi 110 kilodur. Nə olar biraz, yəni biraz kökdür, biraz çəkisi çoxdur, amma bu belə deyil. Piylənmə özü bir xəstəlikdir. Piylənmə müasir dövrün bəlasıdır. Hı. Piylənmə orqanizmimizi bütün proseslərə, orqanizmin Güzel. bütün fəaliyyətinə birbaşa təsir edir. Yəni Yəni qısacası onu elə bir sərhədliyə tam ürək məsəl üçün bəli, məsələn deyirəm 10 dəfə vurmalıdır. Piylənmə onu tutur və deyir yox sən 5 dəfə elə və bu da hər şey tamamilə doğrudur. Yəni piylənmə bütün orqanizmi Sərhəd qoyur. məhv edən bir xəstəlikdir. Yəni hətta araşdırmalara görə 2030-cu ilə qədər dünya əhalisinin 80%-ə qədəri piylənmədən əziyyət çəkəcək. Hal-hazırda bu tendensiya davam edir. Hal-hazırda bu xəstəlik geniş vüsət alır və biraz yəni xoş olmasa da məhz ona görə də hal-hazırda fikir verirsinizsə, diyetoloqların, nutrisioloqların sayı çoxalır. Çünki buna artıq tələbat da yaranır. Biz çalışmalıyıq ki, sağlam vərdişlərimizi yaradaq. Biz çalışmalıyıq ki, sağlam nə qədər ki gec deyil, sağlam qidalanmağa başlayaq və gündəlik balansı qoruyaq. Yəni gündəlik makro nutrient balansını qoruyaq. Balansı qoruduğumuz halda və bəzi qidalanma biz qidalanmaya təkcə qidalanma bu gün qarnımız doydu, yedik formatında baxmamalıyıq. Biz baxmalıyıq ki, biz bu gün bunu yedik, sabah nə olacaq? Bir gün, 2 gün sonra davamlı şəkildə, yəni bunu biz vərdiş halına gətirməliyik. Sağlam vərdişlər yaratmalıyıq və sağlam vərdişləri yaratmaq üçün hər şey minimumdan başlamalıdır. Biz birdən-birə şəkəri rasionundan çıxarda bilmərik. Biz birdən-birə çörəyi rasionundan çıxarda bilmərik. Biz birdən-birə şəkərli içkiləri, energetik içkiləri həyatımızdan çıxarda bilmərik. Bunu yavaş-yavaş, tədricən uzaqlaşmaq lazımdır. Nəzərə almalıyıq ki, qida psixoemosional bir məsələdir. Yəni bu bizim qidanı dəyişmək nə qədər iradə tələb etsə də, qidanı Genetikamız dəyişir. Məsələn, bu gələn təzə meyvələr var. Məsələn, bu əjdahanın meyvəsi. Mən bəzən deyirəm ki, yaxşı dadına baxmaq olar, amma əslində bu genetiklər bunu qeyd edir ki, bizim genetikamıza təsir. Çünki biz dadı bilmirik, yeni bir dad olur. Onu biz müəyyən bir müddət yeyəndən sonra görürük ki, müəyyən qədər dəyişikliklər bizdə baş verir. Əslində yenə də qidadan gəlir də. Və məsəl üçün sən danışdıqca bu məndə suallar yaranır da. Məsələn, ofisdə işləmək indiki günümüzdə hər kəs artıq freelancer, sərbəst iş görür və oturaq işdir. Və hər kəs buna doğru qaçır ki, sərbəst iş, öz işim, rahatçılıq və müəyyən qədər aktiv həyatdan uzaqlaşırlar. Yəni əvvəlki fiziki aktivlik həyatdan uzaqlaşırlar və müəyyən bir qutu içərisinə gəlir. Və indi mən onu yenə fikirləşirəm ki, bu yağlı yeməklər bizim milli mətbəx zəngindir. Mən də milli mətbəxi sevirəm və uzaqlaşa bilmirəm. Amma müəyyən qədər azaltmışam. Məsələn, mən yarpaq dolmasını əvvəl 10 ədəd yeyirəmsə, indi 3 ədəd yeyirəm ki, dadına baxın, o dadı alım, amma müəyyən qədər. Məncə burada məsələ nədir? İnsanların şəhərlərə axını, pasiv həyat və rayonlarda, məsələn, bizə necə dedilər ki, Aprel biz rayonda, nə bilim, o qədər yağlı yemək yeyirdik, nə bilim, nənələr, babalar yeyib. Amma onlar yeyib və neyini? İşləyib və enerjini xərcləyib. gündəlik Tutalım 100 manat pul veriblərsə, o 100 manat xərcləyib, cibində qalmır. Amma bizdə necə? Bizə 100 manat gəlir, tutalım, düzdür, pul məsələ düz gəlmir əslində. Amma yəni 100 manat gəlir, mən onu xərcləmirəm, qalır. O ki, mən bunu xərcləməliyim axı. Tutalım, pul düz yəni, benzin deyək, tutalım, maşında. Yəni bir tutalım 50 manatlıq benzin vurmuşsa çalışmalı ki, bu günlük bilməli. Məsələn, insanlar Bakıdan rayona gedəndə və yaxud hər hansı bir səfərə çıxanda nizam götürür ki, mən gediş gəlişim 80 manat benzinimdir. Yəni bak da ondan artıq götürmür də. Yəni ona görə biz bu götürdüyümüz qidaları, yəni bədənimizin qəbul etdiyi qidaları əslində xərcləməliyik. Və bəzən məndə olur, çox məsələn 10 kilometrdən çox gün ərzində gəzirəm və görürəm ki, artıq mən biraz daha çox qida qəbul etməliyəm ki, və yaxud su qəbul, maye qəbul etməliyəm ki, o balansı qoruyum. Çünki mən bu gün çox gəzmişəm və müəyyən qədər enerji itirmişəm. Mən buna bu son zamanlarda bir ildə belə bir şey deyirəm ki, o spiritual coach kimi yox, amma insanın belə bir enerjisi var. Yəni tutalım bizim bir baterikamız var, 100%-dir. 50% işlədirəmsə 50% saxlamalıyam. Amma bizdə insanlar bu 100%-i tam işlədirlər və tam işlədəndə artıq insanlar depressiyaya düşürlər, mənfiyə doğru gedirlər ki, mən işləməyi bacarmıram, enerjim qalmayıb, bitmişəm və bəzənləri bitib tükənmişik, elə işə gedib gəlir. Çünki insan balanslı idarə eləmir. Bu artıq qidada da belədir. Yəni balanslı qida olmayanda ya aşağı düşür, ya yuxarı qalxır və
Mənə bir dənə də belə sual maraqlıdır. Yəni niyə görə bizdə insanlar çəki ilə bağlı başlayırlar fikirləşməyə? Yəni qida tamam çəkiyə təsir edir, müəyyən qədər olur, amma məncə çəkinin piyələnmənin bəzi rollarından biri fikir etməkdir, Bu bəzi elə problemlər. bayaq dediyim kimi zəncir də elə əslində burada qırılır. Biz çəkiyə daha çox fokuslanırıq. Amma biz çalışmalıyıq ki, hər şey minimumdan başlayaq. Düşünün ki, insan sağlam vərdişlər yaratmaq istəyir və istəyir ki, sağlam qidalansın və daha sağlam olsun, özünü gündəlik daha gümrah hiss etsin, daha enerjili hiss etsin. Amma nəticədə nə olur? Bayaq da dediyim kimi, qeyd etdiyim kimi, burada psixoemosional məsələlər ortaya çıxır. Əksinə, daha yaxşı olmaq əvəzinə, daha özünü enerjili hiss etmək əvəzinə, əksinə biraz da gərginlik yaşayır, stres yaşayır və stres də bütün orqanizmin sistemini pozur. Ona görə də mən təklif edirəm ki, hər şeyi minimumdan biz başlayaq. Məsələn, kimsə sağlam qidalanmaq istəyirsə, ilk növbədə yuxudan başlamalıdır. Yuxu burada çox vacibdir. Sağlam qidalanma ilə bərabər paralel şəkildə maye qəbul olmalıdır. Bu çox vacibdir. Fiziki aktivlik mütləq şəkildə olmalıdır. Yəni biz hər şeyi sağlam qidalanmanın boşqabın üzərinə atmamalıyıq. Yəni ola bilər ki, sənin boşqabın mükəmməldir. Okey, sən orada karbohidrat balansını, sən orada makronutrient balansını qoruyursan. Karbohidratın var, zulalın var, yağın var. Hər şey qaydasındadır, balanslı şəkildə bölmüsən ki, mən bu formada hər gün qida qəbul etməliyəm. Amma sən bu qidanı qəbul edib gecə saat 2-də yatacaqsansa, əgər bütün günü stulda oturub, masa arxasında, kompüterin arxasında oturacaqsan və hərəkət etməyəcəksənsə, su qəbul sıfırdır və ya gündə 1 stəkan və ya 2 stəkan, gündəlik yəni o hesablanıb ki, adam demək çəki 30 qram düşür. Yəni məsələn bir adamda əgər 60 kiloqram çəkisi varsa, kiloqramı 30 qram varsa 1 litr 800 eləyir. Belə hesablanır. Amma orada da yenə gündəlik fiziki aktivlik, gündəlik həyat tərzi bura aiddir. Çünki ola bilər ki, siz məsələn gündəlik işdən gedirsiniz, idmanla məşğul olursunuz və ya velosiped sürürsünüz və s. Məsələn, xüsusən velosiped sürənlərdə su daha çox istifadə olunur. Yəni orada nə qədər su maye etkisi, orqanizmin nə qədər maye etkisi sərf olunursa, bir o qədər də maye qəbulu olmalıdır ki, o balans qorunsun. Yəni bu balans, bu sağlam vərdişləri yaratmaq üçün, yəni yenə deyirəm, təkcə sağlam boşqaba biz fokuslanmamalıyıq ki, okey, mən sağlam qidalanıram, amma gündəlik gecə saat 2-də yata bilərəm, nə bilim, limitsiz şəkildə kofe içə bilərəm, kafein qəbul edə bilərəm və ya energetik içki içə bilərəm. Yəni yox, yəni bunlar hər biri paralel şəkildə olmalıdır ki, həqiqətən də o sağlamlığı özünüzdə hiss edə biləsiniz. Və ya bunun bir tam əksi də var. Əksəriyyət miqdarı nəzərdən qaçırdır. Məsələn, fikirləşir ki, okey, brokoli sağlamdır, o sağlam tərəvəzdir. Mən heç bir şey yeməyim, gündəlik brokoli qəbul edim. Elə proses, yəni ilk növbədə o proqram elə orada pozulur. Çünki biz nə üçün biz deyirik balans? Biz balansı ona görə yaradırıq ki, gələcəkdə digər yan demək xəstəliklər, narahatçılıqlar, orqanizmdə yaranan narahatçılıqlar ortaya çıxmasın. Çünki əksər hallarda nə baş verir? Biz bir makronutrient yüklü qidalanırıq. Tutaq ki, adam ancaq hər gün karbohidrat qəbul edir və tamamilə qida rasionundan zulalı və yağı çıxardır. Bir 10 il bundan qabaq diyetologlar məsələn deyirdi ki, yox, qəti şəkildə yağ yemək olmaz, yağ bəs orqanizm üçün ziyandır və s. Amma indi əksinə deyilir. İndi diyetologların bütün bəli, təklif edirlər ki, və dönə-dönə də tapşırıqda, yəni deyirlər ki, mütləq şəkildə yağ yeyin. Amma söhbət hansı yağlardan gedir? Sağlam şəkildə olan yağlardan. Yəni burada sağlam şəkildə, sağlam tərkibli yağ deyiləndə əlbəttə ki, zeytun yağı, kərə yağı, bizim o bildiyimiz dədə-baba nehrə yağı və s. bunlar nəzərdə tutulur.
bu qarğıdalı, nə bilim, günəbaxa və s. yağlar nəzərdə tutulmur. 10 il bundan qabaq o söz deyilirdisə, indi tam əksinə deyilir ki, yağ yemək lazımdır. Biz təkcə bir yüklü makronutriyentin üzərinə köklənməməliyik. Çünki belə olduğu halda biz zülal itkisi və yağ itkisi yaşayırıq. Nə olur? Orqanizmimizə lazım olan qidaları qəbul edirik, amma qida orqanizmimizdən düzgün şəkildə sovrulmur, mənimsənilmir. Bizim orqanizmimizdən və bağırsaqlarımızdan düzgün şəkildə o mineral və vitaminlərin sovrulmağı üçün yağ lazımdır. Yəni bunlar bir-birinə zəncirvarı asılıdır. Biz yağı tamamilə çıxardırdıq, ancaq zülala yüklənirdik. Amma əksinə nə olurdu? Demək ki, bizim bağırsaqlarımız lazım olan vitaminləri qəbul etmir. Demək ki, bura yağ lazımdır. İki əsas makronutriyenti kənara qoyuruq və yüklənirik karbohidrata. Burada nə olur? Müəyyən bir müddətdən sonra görürük ki, özümüzə zəiflik hiss edirik. Demək nə olur? Əzələ etkisi baş verir. Çünki zülal yoxdur. Zülal bizim əsas tikinti materialımızdır. Yəni, orqanizmin əsas bütün proseslər zülal tərkiblidir. Əsas zülal tərkiblidir. Bütün əzələlərimiz zülaldır. Dırnaqlarımızda protein zülal var. Saçlarımız zülal. Bunlar hamısı bu bir-birindən asılıdır. Ona görə də indi diyetologların əsas tövsiyə etdikləri nədir? Makronutriyentlərdən karbohidratları biz minimum etməliyik. Zülal və yağı daha çox faizə üstün tutmalıyıq. Bunlar bu şəkildə balans tam qorunur. Amma ki, əlbəttə ki, bu hər kəs üçün, yenə deyirəm, hər kəs üçün bu fərqlidir. Burada birbaşa individual yanaşmalar olmalıdır. Yəni, yenə deyirəm, insanın gündəlik fəaliyyətinə əsasən, gündəlik rejiminə əsasən o proqramlaşdırılmalıdır. Ola bilər ki, kimsə profesional bir idmanla məşğuldur. Əlbəttə ki, onun qida məhsulunda zülal, protein daha çox üstünlük təşkil etməlidir. Və ya ola bilər ki, əksinə pasiv həyat və s. Bayaq bir şey dedim, fikrimdən bir şey çıxdı. Məsələn, miqdar haqqında danışmışdım. Miqdar da balansda çox önəmlidir. Məsələn, biz sağlam qidadır deyib, biz onu kilolarla qəbul edə bilmərik. Çərəz sağlamdır, çərəz qəbul etməliyik və quru meyvə qəbul etməliyik. Amma bunun da bir miqdarı var. Biz nə qədərdir bunu biz sağlam saysaq da, hesab etsək də, bunun da bir limiti var, bunun da bir miqdarı var. Biz qozu, fındığı, badamı sağlamdır deyib ovuc kiloqramlarına yeyə bilmərik. Bir ovuc içi qədər 20-30 qram gündəlik bizim miqdarımızdır. Miqdardan artıq düşünün ki, artıq bədəndə müəyyən bir depo yaradırsan. Əgər sən onu xərcləməsən əlbəttə ki. Amma xərcləsən belə, yenə də biz gündəlik qida rasionumuzu ancaq çərəzlər üzərində qura bilmərik. Çərəzlərə kiçik bir atışdırmalıq kimi baxa bilərsiniz və ya çayın yanında konfet əvəzi, şokolad əvəzi qəbul edə bilərsiniz və ya hər hansı bir şirniyyat yerinə qəbul edə bilərsiniz. Amma gündəlik mən bütün balansı dayandırım və heç bir qida qəbul etməyim, amma bütün günü çərəz qəbul edim. Yəni bu da yanlış diyet proqramlarına, diyet növlərindən biri hesab olunur. Məncə həm də ona görədir ki, bizdə cəmiyyətdə belə bir trend var da, çəki trendi, çəki azaltmaq və artırmaq. Əslində insanlar, ona düz deyirsən də, psixoloji tərəfini fikirləşmirlər ki, mən bilirəm də, bir dənə diyetoloqla danışıram, çəkimi azaldır. Və əfsuslar olsun ki, insanlar bunu pulla əlaqələndirir ki, bizim maddi ehtiyacımız var, tutalım diyetoloqa və həmin şəxsi dinləmədən artıq, nə lazımdırsa, çəki azaltmaq problem, bir dənə proqram hazırlayım, çəkin azalsın. Amma o çəkin azalmağı, artmağı və bunu həll edirlər. Tutalım, yay fəsli gəlir, nə bilim, mən arıq görsənməliyəm, fit görünməliyəm və məsələn də 10 kilo artıqsa çəkini düşürülür aşağı. Yəni, insan düşünmür ki, mən psixolojidən əlavə mənim bədənim də, yəni mənim bədənim birdən-birə çəki azalır. Yəni, mən bunda artıq müəyyən dəyişikliklər hiss edəcəm. Sadəcə bizdə insanlar bu baş verən problemlərdir, psixoloji problemlərdir. Onun həlli yolu niyə tapa bilmir? Çünki o həyatında heç bir şey, belə deyək də, qaydasında etmir. Çəki azaltmaqdır, gündəlik yemək yeməkdir, məsələn, gördüyü işlərdir. Bunu heç bir psixoloqla, heç bir, belə deyək, qida mühəndisi deyək, diyetoloqla danışmır. Və əfsus olsun bizdə diyetoloqlar sadəcə hədəfə fokuslanır. Nə istəyirsən? Çəki azaldır. Elə bir ki, yəni bir kompüterlə nəsə yazır. Bir dənə süni intellektlə yazır, 5 kilo çəkim azalsın. Amma o çəki azalandan sonra onda belə deyək, həyatında nə dəyişəcək, psixoloji olaraq bədən onu qəbul edəcək, etməyəcək, bunu düşünmürlər. Məsələn, mən
Son 3 ildə fast foodu demək olar çıxartmışam. Artıq çörək də məndə rasiondan çıxıb və 3 ildir şirin içkilər də çıxıb. Amma bəzən bunu edirəm. Məsələn, 1 həftədən bir, 10 gündən bir, məsələn, bir dənə qazlı su içirəm ki, bədən çünki görüm tələb eləyir. Və yaxud qazlı adi su, qazlı alıram ki, bədən görürəm ki, istəyirəm də, o deyir ürəyim istəyir. Hə. Ürəyim istəyir, amma bizdə insanlarda fikir, yəni əşi mənim ürəyim istəyirdi. Hər gün məsələn spirt nə bilim, şirin su içir, nə bilim, fast food yeyir. Mən ürəyim hər gün su. Deyirəm ki, mən də məsəl üçün eləmişəm. Məsələn, sushidir daha çox indi fast food kimi qalan orada. Əslində balıqdır, çox da fast food deyil. Amma o sushini də müəyyən qədərində yeyirəm və onu qəbul edəndən sonra piyada gəzirəm ki, onu balansdan itirim, xərcləyim. Bir növ bizdə bəlkə də yenə də bu qanunlara gəlib çıxır. Yəni bizdə insanlar nəsə edəndə qanunu etmədiyi kimi mədə ilə bağlı, qida ilə bağlı, sağlamlıqla bağlı qanun etməyə çalışmırlar. Yəni ən əsasda bunu biz həkimlərlə göstəririk. Həkimə getmək bizdə yoxdur. Yəni 40 yaşa kimi gəldi, həkimə gedirdi. 40-dan sonra əşirir, mənim yaşım yaşdır, yaşlanmışam və yoxdur. Bunu nədə hiss edirdim? Gənclik parkında mən səhər yürüyüşlər edirdim. Əsas da yay vaxtı və indi yaz fəslində. Qışda çox etmirdim. Və mənim orada gördüyüm nüans odur ki, yaşlı nəsildir, 50 yaşdan yuxarı və onlar parkda gəzirlər. Və çox zamanda axşam vaxtları mən fikir verirəm ki, parkda gəzən adamlar necədir? Yəni adama həkim deyir ki, gəzmək lazım, çünki piyələnmə gedir, orqanlar yaxşı işləmir, ürək yaxşı pompalamır və onun parkda gəzmə anlayışı budur ki, evdən çıxır, parka gəlir, oturur orada oturacaqda, indi skamyaka. Oturur oturacaqda, yarım saat, 1 saat bir dənə təmiz hava aldı və qayıtdı evə. Toplam həmin adamın gəzintisi oldu 2000 addım. Mən deyirəm ki, bu gəzmək deyil. Bu sadəcə pasiv həyat. Bir dənə yerini dəyişirsən. A nöqtəsini B nöqtəsinə. Niyə görə bizim insanlar belə gəzməyi xoşlamırlar? Mən məsəl üçün hər gün ən azı limitli şəkildə çalışıram 5000 addım. Artıq mən bədənimi tanıyıram deyə enerjimi bilirəm. Yəni bilirəm ki, mənim gündəlik addımım bu qədərdir. Və proqramlar da indi artıq müasir zamanda var. Mən artıq baxıram ki, mənim gündəlik 5000, 7000, 10000 müəyyən. Axır 10.000-dən sonra artıq hiss edirəm ki, yox. Bədən artıq onu vermir. Çünki mənim artıq gündəlik qəbul etdiyim qida da onun üçündür. Yəni mən az qidalanıram və müəyyən addım atıram və onu balansı saxlayıram. Amma bizdə insanlar belə yeməyi həm qidasız yemir, həm də məncə bu çəki azaldıb artırmada yenə də qanuna gəlmişik. Yəni bizdə nəsə etməksə qanunu etmirik. Yəni dietoloqa deyim, əşi dietoloqum var, 5 kilo mən ayrılacaq, yayda mən fit görünəcəm. Yəni məncə yenə qanuna gəlib çıxır. Mən onu necə cavablandırır ki, yəni qanunu ilə etmək lazımdır. Ümumiyyətlə hal-hazırda sosial şəbəkələrdə bu nutrisiologiya ilə bağlı və dietologiya ilə bağlı məlumatlar həddindən artıq çoxdur və ümumiyyətlə insanlar da əksəriyyət birinci növbədə ucuza qaçır və ikinci məsələ isə daha çox hansı dietolog söz verir ki, daha çox, məsələn, bu ay sənə 10 kilo çəki itirəcəm, sənə söz verirəm və onun yanına qaçır. Amma elə yanlışlıq da, səhvlik də elə buradan başlayır. Birincisi, insanlar qaçır, görür ki, o ucuzdur, ona görə onlara qaçırlar və ikincisi isə çəki məsələsi. Yəqin ki, siz də fikir vermişsiniz, ümumiyyətlə, sosial şəbəkələrdə fərqli bəzi firmalar var ki, fərqli qiymətlərdə hətta yemək paketləri də satırlar ki, bəs o yemək paketləri göstərir ki, filan vaxtda filan qidanı qəbul etməlisən və bir aya bu qədər çəki atacaqsan, bu qədər kalori itirəcəksən və s. Amma sözcüsüm heç bir analiz, heç bir həkimlə danışılmır. Artıq ona proqram təyin. Amma bu necə olmalıdır? Əslində bu necə olmalıdır? Gəlin ilk növbədə onu müəyyənləşdirək ki, onu ayırd eləyək ki, ümumiyyətlə nutrisiolog kimdir, dietolog kimdir? Bunlar fərqli şeylərdir. Qida mühəndisi də fərqlidir. Qida mühəndisi müəssisədə, istehsalat müəssisəsində demək, qida xammal qəbulundan tutmuş, logistikaya qədər olan bütün prosesə nəzarət edən bir şəxsdir. Bütün o mexanizmləri nəzarət edir, protokollar əsasında keyfiyyətindən tutmuş, hər bir nəzarət nöqtəsinə birbaşa özü tənzimləyir, nəzarət edir. Bu qida mühəndisi. Nutrisiolog kimdir və dietolog kimdir? Bunların arasında da fərq var. Nutrisiologiyanı bitirən insanların tibbi təsirləri yoxdur. Yəni onlar kimsə onlara müraciət edir, hər hansı bir xəstəlik var, patologiya var, hər hansı bir xəstəlik var. Onlar o insanları sağaltmaq
demək gücündə Deyil. olsalar belə, yəni onlara protokollar imkan vermir və icazə vermir ki, sən o insanı sağaldasan. Hı -hı. Çünki bu ümumiyyətlə yanlış bir şeydir. Diyetoloq isə tibbi təhsili olanlara deyilir. Hı -hı. Yəni nutrisioloqlar sizi demək çəkini azalda bilər. Amma onlar tibbi tərəfdən buna yanaşmır və tibbi təhsili yoxdur. Bunlar bunu edə bilərlər, amma ancaq bir komanda şəklində. Mən də nutrisiologiya kurslarını bitirmişəm və nutrisiologiya təhsilim var. Amma mənə kimsə müraciət edirsə, mən bunu komanda şəklində görürəm. Yəni bizim bir komandamız var və həmin komandada insanlar biri məsəl üçün həkimdir, terapevtdir, biri gastroenteroloqdur, məsələn biri psixoloqdur. Biz komanda şəklində bu pasiyenti ona hazırlayırıq. Amma diyetoloq isə əlbəttə ki, bu bunun işidir, bu bunun peşəsidir, tibbi təhsili var və sırf bu işi görür. Bizdə nə olur? Biz həmin firmalar, o bayaq qeyd etdiyim firmalar, onlar çox aşağı kalorajla, çox aşağı kaloriyada yemək təklif edir, qida təklif edir. Məsələn, deyir ki, mən sizə filan qidanı, gündəlik qidanı verirəm və 800 kalori siz qəbul edirsiniz və ayda 10 kilo arıqlayırsınız. 800 kalori ümumiyyətlə belə bir söz var, основной обмен, yəni gündəlik demək, maddələr mübadiləsi. Sizin gündəlik maddələr mübadiləsinin orqanizmində hərəkət etməyi üçün gündəlik bizim doğru dilə desək, gündəlik qidamızın orqanizmində fəaliyyəti üçün bizə minimum 1200 kalori lazımdır. Yəni 1000 kaloriden aşağı olmamalıdır. Amma diyetoloqlar, daha doğrusu nutrisioloq və diyetoloqlar təklif elədiyi və həmin yemək şirkətlərinin təklif elədiyi isə 800 kaloridir. Yəni maddələr mübadiləsindən də aşağı kalori sizə təklif edir. Burada nə baş verir? Nəticə olaraq siz daha az kalori qəbul edirsiniz. Burada nə olur? Birinci növbədə maddələr mübadiləsi pozulur. Yəni maddələr mübadiləsi pozulduğu halda burada heç bir xeyirdən, heç bir sağlamlıqdan söhbət gedə bilməz. Yəni sən təsəvvür edirsiniz, gündəlik 2500-3000 kalori qəbul etməlisiniz. Xanımlar qəbul etməlidir 2000-2500 və 3 dəfə az sizə 800 kalori qəbul edirsiniz birdən-birə. Maddələr mübadiləsi pozuldu. Okey, adam birdən-birə 20 kilo çəki atdı. Orqanizm birdən-birə yəni məhv olmağa doğru gedə bilər. Yəni artıq orada hər cür xəstəliklər çıxır ortaya. Yəqin siz də ətrafınızda eşitmisiniz. İnsanlar var ki, çəki atmağa meyillidir və çəki atır və ilk növbəli şikayətləri nə olur? Saçım töküldü, dırnağım qırıldı, dırnağım töküldü və s. Bu artıq siqnaldır, orqanizmin siqnalıdır. Bu deməkdir ki, sənin orqanizmində artıq balans pozulub, maddələr mübadiləsi pozulub. Artıq standart formada gedən orqanizm, standart bir axışda gedən orqanizm sistemi pozulub, yoxdur. Bir A yolundan gedirdim, təzə bir yol açılıb. Tamamilə doğru. Yeni bir cığır açılıb və artıq orada təkcə nəinki çəki azalması, hal-hazırda səndə olan bütün proseslər zülal etkisi olsun. Yəni saçın və dırnağın tökülməyi birbaşa o demək ki, sənin orqanizmində ciddi defisit zülal çatışmamazlığı var. Əgər orqanizmdə zülal çatışmırsa, demək ki, sənin orqanizmində heç bir şey düzgün işləmir. Yəni bu daha ciddi fəsadlara gətirib çıxarda bilər. Hətta səni komaya da sala bilər, hətta ölmə belə gətirib çıxarda bilər. Ona görə də mən təklif edirəm ki, bu cür firmalara insanlar aldanmasınlar. Sizə 800 kalori vəd edən və sizi xəstəliyə aparan firmalara inanmasınlar. Düzgün insanlara müraciət eləsinlər və sağlam və düzgün şəkildə çəki atsınlar. Çəki atmaq və çəkini azaltmaq qlobal bir problem deyil. Yəni çox sadə bir prosesdir, çox rahat bir prosesdir. Önemli olan sizin orqanizminiz sağlam olsun, sizin orqanizminizin yan təsirləri, hər hansı bir qidaya yan təsirləri və ya hər hansı bir prosesə yan təsirləri olmasın. Okey, belə olduğu halda çəki atmaq çox rahat. İradələri yüksək olsun. Tez o dostanız sənlə bir dənə yeyib içməkdir, bu olmasın. Çox rahat şəkildə çəki atmaq olar, amma bunu da düzgün şəkildə, sağlam şəkildə etmək lazımdır. Təəssüf olsun ki, bizim
əksər çəkini azaltmaq istəyən insanlar bunu düzgün şəkildə atmaq istəmir və daha tez çəki itirməyini istəyirlər. Protokollar deyir ki, mən adətən danışanda protokollar əsasında danışıram. Hə. Ona görə protokollar deyir ki, və bu təsdiq olunmuş bir şeydir. Protokollar deyir ki, sizin həftəlik çəki atma limitiniz 1 kilo və 1 kilo yarım ətrafında olmalıdır. Yəni, əgər sən aylıq 10 kilo çəki itirirsənsə, bu artıq anormal bir şeydir. Yəni, sizdə olmalıdır bu maksimum 4 kilo, 5 kilo, maksimum 6 kilo. Bundan üz artıq sağlam çəki itirmə forması sayılmır. Mən belə hər şey planlı xoşlayıram. Planning, ingiliscə buna planning deyirlər. Mən planlamanı həyatımı belə tətbiq etmişəm və bunu hər yerdə işləyirəm. Bax, məsələn, yemək belə çəki azaltmaq istəyirsənsə, qarşına hədəf qoyursan, çəkini azaldırsan və o çəkinin davamlı həyata davam edə bilərsən. Amma bu çəki azaltmaq üçün də bayaq qeyd etdiyim kimi psixoloqdur, diyetoloqdur, hamısı ilə danışmalısan və həkim qəbulunda olmalısan. Mən necə bir insanam? Mənim bədənimdəki məsələn zülallardır, karbohidratlardır, analizlər verməklə mən birdən-birə bu çəkini azaltsam nə baş verəcək? Və bu çəkini də qısa müddətdə yox, yəni 1 aya, 10 günə yox. Mən bunu 6 aya azaldım, 1 il azaldım ki, bədən yavaş-yavaş öyrəşməyə başlasın. Məsələn, bunu biz real həyat haqqında götürək. Yəni biz tanımadığımız bir yerə gedəndə 6 ay biz məsələn uyğunlaşa bilərik. Amma biz 1 ay uyğunlaşa bilərik. Çox bəzi, yəni %1% insan ola bilər ki, uyğunlaşa bilər. Amma çox insan nə deyir? Bir 6 ay baxım, görüm bu zonada yaşaya bilərəm. Yəni əslində bizim həyatımızda var, yəni hər yerdə var. Sadəcə biz bunu bilmədiyimiz bir şey kimi ki, yox, çəki azaltmaq çox çətin bir prosesdir. Xeyr, sən həkimlərlə işləsən, analizlər ver, gör həqiqətən hazırsan. Məsələn, bunu mən qida ilə bağlı yox, fitnesslə bağlı fikir verirəm. Bayaq qeyd etdiyim kimi tanınmış şəxslər. Yəni adamlar analiz vermirlər, heç bir nəticə yoxdur və yaxud o qidalarla bağlı 800 kalori şirkətlər. O adam heç bilmir ki, bu adam oturağı işlədi, bu idmançıdır. Heç ona belə baxmır. Artıq o 8 kalori. Yəni o 800 kalori idman edən bir şəxs üçün bir uçurum olacaq. Əslində tutalım 5000 kalori qəbulunda, o qəbul 800 kalori. Ümumiyyətlə çəki azalması üçün, yəni əgər diyetoloqa müraciət edirsinizsə, əlbəttə ki, diyetoloq sizə ilk növbədə müəyyən analizlər sizdən tələb edir. Yəni ki, həmin analizlər nəticəsinə əsasən proqram sizə diyet proqramı yazılır və həmin diyet proqramı başlanılır. Amma sosial mediada belə deyil. Ola bilər ki, ümumiyyətlə sizin orqanizminiz və göstəriciləriniz ümumiyyətlə ona hazır olmasın və sizin göstəriciləriniz gözləniləndən daha zəif çıxsın və professional işini bilən, bu işi həqiqətən vicdanlı şəkildə göstərən, tətbiq edən insanlar sizə bildirəcək ki, qardaş, siz buna hazır deyilsiniz, sizin orqanizmdə filan problemlər var, ümumiyyətlə sizə diyetdə saxlamaq olmaz. Vəssalam. Yəni bunu mən hökmən bunu arıqlamalıyam və mən özümü fit olmalıyam deyilən bir şey də yoxdur. Yəni siz o insan, bu əslində belə deyil, bu cəmiyyətin bir problemidir. Yəni bu çəki azaltmaq, fit bədən quruluşu və s. bu artıq bir lüksdür. Yəni mənim hər bir şey tamamlanıb, okeydir və mən artıq bəli, formaya salıram. Yəni olsa nə gözəl, okey, əla, yəni bu təqdirə layiq bir şeydir. Amma mütləq mən sağlamlığıma zərər gətirim, sağlamlığıma ziyan gətirim və onun qarşılığında mən fit görünüm, bu sadəcə ağılsızlıqdır. Yəni də trenddir. Bu sosial media, mən məsələn yenə deyirəm ki, sosial mediada məsələn mən bildirişləri bağlamışam. Bildiriş gələndə mən o avtomatik adam baxaraq vərdiş, psixoloji fokuslanıram. Bir dənə bu mesaja cavab verim, bir dənə post paylaşım, artıq müəyyən bir vaxt itirəm. Ona görə məsələn mən son 5 ildə sosial şəbəkədə bütün bildirişləri bağlamışam. Mənə lazım olanda sadəcə o işarə, ikon var da, məsələn 1, 2, 2 bilirəm ki, nəsə yazılıb, ya mesaj var. Amma belə baxmıram, kənarda qalır. Çox adam deyir ki, bu necə etmirsən? Sadəcə burada iradəyə qalib gəlmək lazım. Məsələn, mən də əvvəl pandemiya vaxtında hər gün 2 litr Pepsi içən adam olmuşam. Amma indi onu çox nadir hallar. Həftədə bir dəfə, 10 gündə bir dəfə çox az qəbul edirəm ki, bədəndə bir qarışsın da. Mən ümumiyyətlə qadağanın tərəfdarı deyiləm. Yəni
limit, qadağa olmaz. Bunu qidanı ümumiyyətlə qəbul etmək olmaz. Yəni qadağanın tərəfdarı deyiləm. Mən düşünürəm ki, bu insanda çox ciddi gərginlik və stres əmələ gətirir və əgər sən hətta hər hansı bir proqramla diyeta saxlayırsansa və diyetadasansa, bunu həkimlər də, nutrisologlar da hətta tövsiyə edirlər ki, müəyyən bir aralıqla, əgər sən bunu istəyirsənsə, müəyyən bir aralıqla onu, əlbəttə ki, bu mütəmadi olmamalıdır. Az yavaş. Problem harda yaranır? Narahatçılıq harda yaranır? Bir şey ki, mütəmadi sən bunu edirsən. Yəni biri var ki, sən hər gün fast food qida qəbul edəsən, bir də var ki, sən bu qidanı 3 aydan bir, 4 aydan bir dəfə qəbul etdin, ürəyin istədi, beynin istədi və ya sən onu yeyib sonra özünü xoşbəxt hiss edəcəksənsə, düzdür, o xoşbəxtlik hissi az limitli olsa da, okey, sən 3 aydan bir bunu qəbul edərsən. 3 aydan bir əgər sən bir burger yeyib xoşbəxt olacaqsansa, okey. Əgər bu burgeri sən hər gün yeyəcəksənsə, artıq bu səndə ciddi problemlər yaradır. Orqanizmdə, yəni bütün sistem pozulacaq, maddələr mübadiləsi pozulacaq. Yəni səndə bu ciddi xəstəliklər əmələ gətirəcək, piyələnmə və s. Xərcləmir axıdan, oturaq həyat. Bəli, tamamilə doğrudur. Ona görə yəni biz bunu mən yenə də təkrar etmək istəyirəm. Yəni mən istəmirəm hər hansı bir qadağa, yəni qadağa yaxşı şey deyil. Olmalıdır. Ürəyindən hər hansı bir qida keçirsə olmalıdır, amma bu mütəmadi şəkildə olmamalıdır. Həm də Müəyyən bir şuurlu aralıqla. dərk etmiş. Mən şokolad yeyirəm. Əvvəl hər gün yeyirdim, indi azaltmışam da sayını. Amma hansısa gün şokolad görəm istəyirəmsə, yeyirəmsə artıq gəzib və yaxud o enerjini xərcləyirəm ki, yəni bu enerji deməkdir. Bu həmin bu şirniyyat tərkibində olanlar, şokolad tərkibində olan, onu xərcləyirəm ki, yəni itirim onu, o kalorini yandırım. Yəni mən otursam, o artıq mənə Bəli. əlavə belə deyək, piyələnmə gətirir. Tamamilə Mən doğrudur. şüar olaraq belə bir şüar götürmüşəm ki, sağlam cəmiyyət üçün və sağlam düşüncəli insanlar istəyirsə, ilk öncə sağlam qidadan başlamalı. Bu gün də gördüyüm kimi yaşıl geyinmişəm ki, təbiət rəngi insanlar buna fikir versinlər. Son olaraq bizim izləyicilərə sağlamlıqla bağlı qısa nə tövsiyə edə bilərsən? Mən həmişə paylaşımlarımda, sosial mediada paylaşımlarımda mənim də bir kiçik bir yazım var, sloqan var. Sonda onu həmişə bildirirəm, yazıram ki, bəs sağlam qidalanaraq sağlam yaşayın. Əgər sağlam olmaq istəyirsinizsə, həmişə özünüzü gümrah, enerjili hiss eləmək istəyirsinizsə, çalışın ki, sağlam qidalanasınız. Çünki sağlam bədəndə sağlam ruh olur, sağlam bədəndə sağlam düşüncə olur. Ümumiyyətlə, nə qədər biz sağlam qidalanarıqsa, bir o qədər də cəmiyyət sağlam olur. Ona görə də Gözəl. sağlam qidalanaraq sağlam yaşayın. Mən həm də bunu son vaxtlar fikir vermişəm ki, yəni sağlam qidalanmağımın səbəbləri məni gətirib sağlam düşüncələrə gətirir. Yəni kitablarla uyğunlaşıb. Dinlədiyiniz üçün təşəkkür edirik. Sloqanımız da Be Positive-dir, unutmayaq və növbəti qonağımız kim olsun istəyirsinizsə bizə rəylərdə bildirə bilərsiniz.